hisslər məktəbini əldə etmişəm, amma hələ də açıb tam baxa bilmirəm. Bəhanələr gətirirəm ki, vaxtım yoxdur, ancaq anlayıram ki, qaçıram. Bunun səbəbi nə ola bilər? Qaçmaq bir qorunma mexanizmidir. Nə edəcəksiniz? Özümlə görüşürəm var hisslər məktəbində, 8-ci moduldadır. Ora girin, özümlə görüşürəm eləyin. Qaçan, hisslər məktəbinə baxmaq istəməyən bu yalnızla görüşün. Siz orada həqiqi səbəbi tapacaqsınız ki, niyə qaçırsınız? Cavablar müxtəlif ola bilər. Ola bilər ki, siz orada görəcəksiniz ki, hisslərlə işləmək hansısa duyğulara təmas eləməkdir və siz bundan çox çəkinirsiniz və istəmirsiniz və yaxud da bəzən belə də olur. Özümlə görüşürəm eləyəcəksiniz və görəcəksiniz ki, hisslər məktəbini işləmirsiniz. Çünki çox sevdiyiniz kino olar və saniyəsinə baxarsınız və yaxud da heç açıb baxmarsınız, saxlayarsınız. Ya da belə bir şey məsələn cavab ola bilər. Ona uyğun özümlə görüşürəm, təkrar eləyin. O vaxta qədər ki, siz təbii şəkildə məsələn kədərlisiniz və açırsınız, kədər hissinə baxırsınız. Bu qədər sadə. Bu çox təbii bir prosesdir. Hisslər məktəbi həmişəlik sizdə qalacaq. Bu bir yük deyil. Hazırlıqlı olmalısınızsa hazırlıqlı olun. Bu bir əl kitabçasıdır, bir tədris kitabı və yaxud da belə bir proqram bu şəkildə deyil yəni. Bu sizin əlinizdən tutur, o sizdən bir şey istəmir.